Hər kəsə möhtəşəm bir yay günü arzulayırıq. 4 iyul tarixinə olan gündəlik ulduz falı proqnozumuza xoş gəlmisiniz. Gəlin vaxt itirmədən səmada bürclərimizi gözləyən yeni enerjilərə birlikdə nəzər salaq. Qoç. Əziz qoçlar, 4 iyul tarixində diqqətiniz tamamilə evinizə, ailənizə və şəxsi məkanınıza yönələcək. Son günlərin sosial sıxlığından və iş gərginliyindən sonra bugün daxili aləminizə çəkilmək, doğmalarınızla vaxt keçirmək sizə inanılmaz bir dinclik bəxş edəcək. Evinizdə kiçik dəyişikliklər etmək, təmizlik və ya dekorasiya ilə məşğul olmaq ruhunuzu dincəldəcək. Keçmişdən gələn bəzi xatirələr və ya mövzular bugün yenidən gündəmə gələ bilər, onlara incikliklə deyil, təcrübə kimi baxmağa çalışın. Sevgi həyatınızda isə tərəf müqabilinizlə səmimi və qoruyucu bir ab-hava hakim olacaq. Özünüzə qayğı göstərin və daxili hüzurunuzu qoruyun. Buğa. Əziz buğalar, bugün ünsiyyət kanallarınız sonuna qədər açılır. 4 iyulda yaxın ətrafınız, bacı qardaşlarınız və ya qonşularınızla olan münasibətlər ön plana çıxa bilər. İdeyalarınızı, layihələrinizi başqaları ilə bölüşmək və maraqlı təkliflər almaq üçün çox uğurlu bir gündür. Qısa səyahətlər, şəhər kənarına kiçik gəzintilər gününüzü canlandıra bilər. Zehniniz olduqca aktivdir, yeni bir məlumat öyrənmək və ya yarımçıq qalmış bir yazışmanı tamamlamaq üçün bu enerjidən istifadə edin. Münasibətlərinizdə isə sözlərinizin gücünə diqqət edin, şirin dilinizlə bugün həll edə bilməyəcəyiniz heç bir problem yoxdur. Günün dadını çıxarın. Əkizlər. Sevgili əkizlər, 4 iyul tarixində fokus nöqtəniz tamamilə maddi məsələlər, büdcəniz və şəxsi dəyərləriniz olacaq. Bugün gəlirlərinizi artırmaq üçün yeni yollar düşünə bilər, bəlkə də gözlənilməz bir yerdən kiçik bir maddi dəstək ala bilərsiniz. Alış-veriş etmək istəyiniz yüksək ola bilər, lakin ulduzlar sizə ehtiyatlı olmağı və gərəksiz xərclərdən qaçmağı məsləhət görür. Bugün həm də özünüzə olan güvəninizi yenidən qazanmaq üçün əla fürsətdir. Öz istedadlarınıza inanın və iş həyatında haqqınız olanı tələb etməkdən çəkinməyin. Axşama doğru özünüzü ləzzətli bir yeməklə mükafatlandırmaq günün bütün yorğunluğunu sizdən alacaq. Xərçəng. Əziz xərçənglər, bugün səmanın bütün işıqları məhz sizin üzərinizə düşür. 4 iyulda ay sizin bürcünüzdə hərəkət edir və bu enerjinizin, xarizmanızın və emosional gücünüzün zirvədə olacağı deməkdir. Ətrafınızdakı hər kəs sizin maqnetinizə qapılacaq. Bugün özünüzü ifadə etmək, yeni başlanğıclar etmək və şəxsi hədəfləriniz üçün addım atmaq üçün mükəmməl zamandır. İntuisiyanız sizə hər zamankından daha doğru yol göstərəcək. Şəxsi baxımınıza vaxt ayırmaq, xarici görünüşünüzdə yeniliklər etmək sizə əlavə motivasiya verəcək. Sevgi həyatınızda isə duyğularınızı gizlətməyin, qarşı tərəf sizin bu səmimi və parlayan enerjinizə heyran qalacaq. Şir. Parlaq şirlər, bugün ulduzlar sizi biraz yavaşlamağa və ruhunuzu dinləndirməyə dəvət edir. 4 iyul tarixində daxili aləminizə çəkilmək, meditasiya etmək və ya sadəcə tək qalıb gələcək planlarınızı gözdən keçirmək üçün əla vaxtdır. Enerjinizi xaricə deyil, içinizə yönəldin. Şuuraltınız çox aktiv ola bilər, gördüyünüz yuxulara və ya ani ağlınıza gələn fikirlərə diqqət yetirin. İş mühitində bəzi gizli məsələlər və ya dedikodular üzə çıxa bilər, belə anlarda tərəfsiz qalmaq ən yaxşı strategiyadır. Bu sakit dövr sizi qorxutmasın, çünki bu sadəcə qarşıdan gələn parlaq şir mövsümü üçün böyük bir enerji toplama mərhələsidir. Qız. Əziz qızlar, 4 iyul sizin üçün tam mənasıyla dostluq, sosial əlaqələr və gələcəyə dair ümidlər günüdür. Bugün dostlarınızla birlikdə keçirəcəyiniz vaxt, qatılacağınız sosial layihələr və ya qrup fəaliyyətləri sizə böyük motivasiya verəcək. Çevrənizdəki insanların sevgisini və dəstəyini dərindən hiss edəcəksiniz. Yaradıcı ideyalarınızı həmfikir olduğunuz insanlarla bölüşmək üçün ideal zamandır. Eyni zamanda bugün uzun müddətli hədəflərinizə çatmaq üçün qarşınıza yeni və maraqlı qapılar açıla bilər. Münasibətlərinizdə ortaq gələcək planları qurmaq aranızdakı bağı gücləndirəcək. Gülümsəyin, çünki bugün sosial həyatın ulduzu sizsiniz. Tərəzi. Zərif tərəzilər, 4 iyulda diqqətiniz tamamilə karyeranıza, cəmiyyət içindəki statusunuza və peşəkar hədəflərinizə yönələcək.
İş həyatınızda rəhbərliyin diqqətini çəkmək, önəmli bir layihəni uğurla təqdim etmək və ya məsuliyyətli bir addım atmaq üçün çox uyğun bir gündür. Zəhmətinizin qarşılığını almaq və təqdir olunmaq qürurunuzu oxşayacaq. Lakin işdəki bu sıx qrafik ailə həyatınızda xırda balanssızlıqlara səbəb olmasın, hər iki tərəfə də ədalətli zaman ayırmağa çalışın. Bugün göstərəcəyiniz cəsarət və qətiyyət gələcək uğurlarınızın təməlini qoyacaq. Özünüzə inanın və peşəkarlığınızı nümayiş etdirin. Əqrəb. Dərin və sirli əqrəblər 4 iyul səmaları sizə yeni dünya görüşü, fərqli mədəniyyətlər və öyrənmək eşqi vəd edir. Gündəlik rutinlərinizdən sıxılıb yeni macəralar axtarışında ola bilərsiniz. Bugün xarici səyahətlər planlaşdırmaq, ali təhsil və ya hüquqi məsələlərlə məşğul olmaq üçün əla enerjilər var, kitab oxumaq, fəlsəfi müzakirələr aparmaq ruhunuzu qidalandıracaq. Həyata daha geniş və pozitiv bir pəncərədən baxmağı bacaracaqsınız. Eşq həyatınızda isə partnyorunuzla birlikdə fərqli bir mühitə getmək, bəlkə də heç getmədiyiniz bir məkanda vaxt keçirmək münasibətinizə tamamilə yeni və həyəcanlı bir nəfəs gətirəcək. Ox atan. Azad ruhlu ox atanlar 4 iyul tarixində ulduzlar sizi həyatın daha dərin, mistik və bəlkə də biraz gizli tərəflərinə yönəldir. Bugün müştərək maliyyə məsələləri, bank işləri, kreditlər və ya borclarla bağlı mövzular gündəminizdə ola bilər. Büdcənizi nizama salmaq üçün gözəl fürsətdir. Eyni zamanda daxili dünyanızda böyük bir emosional təmizlənmə yaşaya bilərsiniz. Sizi yoran, sizə artıq faydası olmayan köhnə düşüncələrdən və vərdişlərdən qurtulmaq üçün daxili güc tapacaqsınız. Münasibətlərinizdə isə daha derin, ehtiraslı və səmimi bağlar qurmaq istəyəcəksiniz. Qarşı tərəfə güvənməyin gözəlliyini hiss edin. Oğlaq. Əziz oğlaqlar, bugün sizin üçün tam mənası ilə ikili münasibətlər, evlilik və tərəfdaşlıq günüdür. 4 iyulda mən deyil, biz deməyi öyrənmək ön planda olacaq. İstər iş, istərsə də şəxsi həyatınızda tərəf müqabilinizlə ortaq məxrəcə gəlmək, kompromislər etmək sizə böyük uğur gətirəcək. Həyatınızdakı insanın ehtiyaclarına qarşı daha həssas və empatik davranmağa çalışın, bəzən sadəcə isti bir qucaqlaşma bütün problemləri yox edə bilər. Subay oğlaqlar üçün isə ciddi, gələcək vəd edən və emosional olaraq dərin bağlar quracaqları yeni bir tanışlıq ehtimalı olduqca yüksəkdir. Münasibətlərinizdə balansı tapın və sevginin dadını çıxarın. Dolça. Yenilikçi dolçalar 4 iyul tarixində gündəlik işləriniz, məsuliyyətləriniz və ən əsası sağlamlığınız ön plana çıxır. Bugün iş mühitində olduqca məhsuldar və çalışqan olacaqsınız. Yarımçıq qalmış, yığılmış işləri tək-tək nizamlamaq və masanızı qaydaya salmaq sizə böyük rahatlıq verəcək. Sağlamlığınıza xüsusi diqqət yetirin, bədəninizin səsinə qulaq asın, daha yaxşı qidalanın və bol su için. İş yoldaşlarınızla münasibətlərdə yardımlaşma enerjisi hakim olacaq, lakin hər kəsin yükünü öz üzərinizə götürüb özünüzü həddindən artıq yormayın. Ev heyvanınız varsa, bugün onunla keçirəcəyiniz vaxt sizə əlavə müsbət enerji bəxş edəcək. Balıq. Romantik və zərif balıqlar 4 iyul səmaları sizə sevinc, yaradıcılıq, eşq və əyləncə dolu bir gün vəd edir. Həyatın ciddi və sıxıcı tərəflərini bir kənara qoyub, daxilinizdəki o yaradıcı uşağı sərbəst buraxmağın tam vaxtıdır. Hobbilərinizə, sənətə və ya sevdiyiniz məşğuliyyətlərə vaxt ayırmaq gününüzü rəngləndirəcək. Eşq həyatınızda olduqca şanslı, romantik və diqqət mərkəzində olduğunuz bir dövrdür. Subay balıqlar üçün qəfil gələn flörtlər və ya ürək döyüntüsünü artıran mesajlar mümkündür. Uşaqları olan balıqlar üçün isə onlarla keçirilən vaxt xüsusi xoşbəxtlik gətirəcək. Həyatı sevin, gülümsəyin və bu gözəl günün pozitiv enerjisinin dadını çıxarın. Bu günlük ulduzların bizə pıçıldadıkları bu qədər. Ümid edirik ki, gününüz arzularınızla və sevgi ilə dolu keçər. Sabah yenidən görüşmək ümidi ilə, parıltı ilə və xoşbəxtliklə qalaq.